Həyətə daxil olan kimi burada nasos quraşdırılıb, su mənzilə, yəni həyətə daxil olan kimi bu hissədən paylanır. Bu hissədən həm yay mətbəxinə gedəcək su, həm hovuza, həmçinin də mənzilin daxilinə. Paylama nöqtəsini birbaşa həyətə daxil olan kimi verməyir santexnik. Buna görə təşəkkür edirik əməlki santexnikə. Çünki birbaşa oradan versəydi biz məcbur su yumşaltma sistemini birbaşa orada quraşdırmalıydıq. Orada isə nə trap vardı, nə kanalizasiya. Mənzilin yarı artması üçün burada da trak quraşdırılır. Həmçinin də qarşıda da bir ədəd trak quraşdırılır ki, yarı suları axsın. Bizim yumşaltma sisteminə həmişə lazımdır müştərilərə bildirmək istəyirik ki, atqı suyunu atmaq üçün kanalizasiya xətti. Kanalizasiya xətti olmadığı təqdirdə biz yumşaltmanı quraşdıra bilmirik. Demək, santexnik vaxtında su xəttini gətirib bu hissəyə, buradan birbaşa gedir mənzilə, həmçinin də kombiyə. Kombidən də çıxır artıq isti su da mənzilə daxil olur. Ona görə biz yumşaltmanı həyətə girən hissədə yox, artıq biz yumşaltmanı yalnız mənzilin daxilinə veririk. Əslində həyətə də verə bilərdik, sadəcə həyətə verdiyimiz təqdirdə israfçılıq olur. Həm suda israfçılıq olur, həm duzun sərfiyyatı artır. Ona görə yumşaltma lazımdır ki, bizə mənzilin daxilində krantlar, kombi, paltar, yuan, qabyan bunları ərklənmədən, kirəzlənmədən, duşların gözü tutulmasın, krantlar tutulmasın, bunların qarşısını alsın. Yumşaltmanı bütün həyətə verməyi tövsiyə etmirik. Nəyə görə? Çünki həm israfçılıq olacaq, gələcəkdə misal üçün duzun sərfiyyatı da çoxalacaq, ümumiyyətlə həyətin suvar olmasına heç tövsiyə etmirik. Yumşaltma suyundan istifadə etmək düzdür. Ziyanı yoxdur, sadəcə olaraq yəni qeyd etdiyim kimi israfçılıq olur. Bu da mexaniki filtrlər yığmışıq, bypass xəttləri də quraşdırmışıq. Mexaniki filtrlər qum əleyhi nədir, nə vaxtsa bir problem olsa bu iki dənə ventil bağlanır, aşağıda gördüyünüz bu ventil açılır. Bu yan keçmə su xəttidir. Nə vaxtsa yumşaltmada, mexaniki filtrdə bir problem olanda artıq evdə susuz qalmısınız. Yan keçmə su xəttindən istifadə edirsiniz. Qvartal istehsalıdır, partlama, çartlama belə hallar bu filtrlərdə baş vermir. Günləri 5-6 tona qədər su yumşalda bilən bir sistemdir. Smart bir ağıllı göstəriciləri var. Bütün prosesi ekranda özü idarə edəcək. Müştəri üzərinə düşüb sadəcə o krışkanı qaldırır, vaxtaş və içərisində belə kapsula formasında duz əlavə etsin. Duzun bitməsinə yerdən 20 cm dalmış həmişə əlavə etmək lazımdır ki, duzsuz qalmasına aparat. Əlavə məlumat üçün myfilter.com saytına daxil olar, həmçində 051 777 55 55 telefon nömrəsindən əlavə saxlaya bilərsiniz. Xeyirli olsun.